Saç görünüşdü, soldan görünüşdü, bir də öndən görünüşdü. Resmusun hissəsini sayın. Resmusun hissəsi tirciklərdir, kiçik mismardır, meydançadır, pazdır. Budur müəllimə. Müəllimə, bir dənə bu hissələrdə önlə əsas eyni idi, eləmə? Tirciklər, ikisini bir dedi. Bəli. Kiçik mismardır, tirciklərdir, qəlibdir, pazdır. Sonra nədir? Meydançadır. Aha. Gəlsin Leyla müəllimə. Xarat cümləsi hissəsini sayın. Xarat cümləsi sıxıcı bir qəlb xəttkeş. Resmusun hissəsini sayın. Resmusda 5 dənə idi. Kiçik mismar, tirciklər, paz, sonra paz, kiçik mismar, tirciklər, meydança. Qəlb. Pazla qəlb ayrılmır axı. Yaxşı, gəlsin Günəş müəllimə. Demə, pərcanın hissəsini sayın. Pərcanın hissələri deməli başdan, qollardan, qriferdən, iynədən ibarət. Günəş müəllimə. Deyin görüm. Furniturlarımız hansılardır? Furniturlarımız deməli künclük var idi, rəf saxlayıcı var idi, küpləşdirici var idi, dilciklər var idi, qıfıl var idi, maqnit saxlayıcı var idi, bir də həncama var idi. Bir də dəstək. Aha. Gəlsin İlqayla müəllimə. Maqnit saxlayıcı hansı hissələrdən ibarətdir? Maqnit saxlayıcı müəllimə. Maqnit saxlayıcı maqnitli qəlibdən və metal lövhəcikdən. Yaxşı. Bəs desək ki, dəstək hansı materialdan olur? Dəstəklər metal, taxta və nazik plastik kütlədən hazırlanır. Aha. Gəlsin Zəhra müəllimə. Denən görək. Hissə olaraq soruşaq. Deməli, 8-ci ağac hansı hissədən ibarətdir? Gövdə kətirdən ibarətdir. Bəli, bir gündə şəkilləri ekran paylaşacağam, onlara baxarıq. Yaxşı, belə. Denən görək mənə. Xarat verştakın hissəsi, üst hissəsi. Sıxıcı bit, qəlib, bir də xəttkeşlikdə. Bəli, mən deyirəm ki, xarat verştakının üst hissəsi. Hə, olan yuva, paz, dayaq, ön sıxıcı, arxa sıxıcı olar. Bir də nol qaldı. Alətlər harada yerləşdirilirdi? Novda idi. Aha. Gəl, Kamilə müəllimə. Arxa hissədə nə idi? Deməli, verştak, xarat verştakında aşağı hissədə nə var idi? Qabaq ayaq, arxa ayaq birləşdirici. Yaxşı. Mişarın növləri. Deməli, yaylı mişarlar, bıçqılar, elektrik diskli mişarlar. Yaxşı. Deməli, bir də xarat verştakın həm üst, həm alt hissəsində olanlar deyin. O pazdır. Yox, həm alt hissədə olanlar ümumi sayın, həm də üst hissədə olanlar. Üst taxtası mizin üst taxtasından ibarətdir. Deməli, ön sıxıcı, arxa sıxıcı, nov, paz, dayaq, yuva. Bu üstdə idi. Aşağıda isə qabaq ayaq, arxa ayaq birləşdirici. Bir də paz. Aha, bir dəqiqə. Yaxşı. Sonra gəldik. Növbədə Aysel müəllimə. Yeyən hissələrini sayın. Hə, demək, dəstək, üzük, daban, tircik, kərtik, uç hissə. Aha, xarat mişarının hissəsi. Zolaq, dəstək, bir də dişlər idi. 3 hissədən ibarətdir. Bir dəqiqə zəhmət olmasa. Bəli, düzdür. Elnura müəllimə, yeyən hissələrini sayın. Dəstək, üzük, taban, deməli, tircik, kərtik, uc hissə. Aha. Yaxşı. Bir də deyin görək mənə rəndən quruluşu. Rəndə qəlibdən ibarətdir. Pazdan, bıçaqdan, dəstəkdən. Aytəz müəllimə. Yonqar-qıran hissələrini. Yonqar-qıran olan hissələri, yonqar-qıran, bıçaq, bir də bolt idi. Bir də yonqar-qıranın özü də var idi. Yaxşı, deyin görək mənə rəndənin quruluşu. Mən deyim müəllimə. Aha.
Rəndənin quruluşu bıçaq idi, dəstək idi, qəlib idi. Bıçaq, qəlib, pas da qaldı. Pas. Aha, Zülfiyə müəllimə. Bəli, müəllim. Aha, deyin görüb mənə. Burğu növləri Burğunun 4 növ var idi. Spiral var, qaşıq var, mərkəz var, şinek var. yalnız əsas kəsəntirdən ibarətdir. Yalnız kəsən tirdən ibarətdir. Qaşıq var ilə spiral var. Qaşıqla spiral, bəli, düzdür. Gəlsin növbədə Mehri müəllimə. Burğu növləri Burğunun növləri spiral vari burğu, mərkəz vari burğu, şinek vari burğu, bir də qaşıq vari burğu. yalnız əsas kəsəntirdən ibarətdir. Əsas kəsən tildən qaşıq vari ilə spiral vari burğu. Bəli. Deməli, Leyla müəllimə. Deyin görün mənə şinekdən və şinek vari ilə mərkəz varinin hissələrini. Ki, elə bil, təpə, əsas kəsəntir, spiral vari kəsəntir hər ikisində. Burğun işlə hissəsində nə var? Bu 2 əsas kəsəntir, 2 spiral vari kəsəntir. Aha, əldirin hissələrini deyin. Əldireli, burğusu, dayaq, patron, bir də fırlatma dəstəyi. Aha. Gəlsin növbədə Günəş müəllimə. Əldirelin və mexaniki drilin hissələrini və fərqini desin. Birində tutma dəstəyi var, birində yoxdur. Hissələr sayaq. Deməli, burğuydu, patronuydu, fırlatma dəstəyi idi, bir də ki, dayaq idi. O mexanikidə idi deyəsən, əldirelində idi. Mexanikidə bir də tutma dəstəyi var. Bəli, düzdür. Burada hansı ötürmə var idi mexanikdə? Dişli təmas adı. Bəli. Dişli ötürmə. Bəli, düzdür. Əla. Gəlsin. Deməli belə, şurubun başlanan formalarını desin İlqarə müəllimə. Gizli, yarım gizli, yarım dairəvi. Yarım dairəvi, gizli, yarım gizli. Bəli. Deməli, deyək görək burada şurub pəstahlıq və intisxasıya çıxırdıq. Burada hissələr nələr idi? Burada hissələr birinci ilə ikinci yapışdırılan detallar idi. 3 ortada yapışqan idi. 4-də gövdə idi. 5 vint idi. 6-da dəstək. Aha. Yaxşı. Şurubla işləyən zaman başlanan əlini təmizlədik dedik. Bu əlavə sualdır. Sumbata kağızı və yeyə ilə. Aha. Gəlsin növbədə Zəhra müəllimə. Təbəqə metalın alınma sxemi var idi. Orada hansı hissələr var idi? De görək. Təbəqə qaplama tikişinirsə, müəllimə 90-10 deyirsiniz. Yox. Təbəqə metalın alınma sxemində nələr var idi şəkildə? Təbəqə hatırlaya bilmədim müəllimə. Aha. Desin. Deyin. Deməli, nazik pəstahlarda prakat üsulu ilə prakat dəzgahlarında çəkilir, alınır patranka məfdili. Elə sual vermirdim. Kamilə müəllimə, ancaq bizə hissələrə baxırıq. Kamilə müəllimə desin görün nə oldu? Təbəqə metalın alınmasını deyirsiniz. Aha, alınmasında sxem. Ballar, yiyəcəklər, bir də pəstah. Aha. Pəstah vallar və deyircəklər. Mən qaplama tikişini başa düşdüm. Elə bunların hissələrini Zəhra müəllimə, denən görün mənə. Çingər Verstaqın hissələrini sayın. Demək, metal karkas, üstü qapaq, məngənə, oturacaqlar idi. Bir də nəyə qalır? Belə idi də, bir də var idi. Kombinə edilmiş var idi, alətlər üçün yeşik var idi, bir də şey yox idi, onun yox idi, çingər Verstaq. Əksinə deməli idik ki, kombinə edilmişdə alətlər üçün yeşik yoxdur, çingərdə var. Yaxşı, gəlsin Kamilə müəllimə, sayın görün hissələri. Deməli, çingər Verstaqını sayıram. Məngən, oturacaq, üstü qapaq, metal karkas, bir də alətlər üçün yeşik. Aha, bəli. Kombinə yoxdur. Məngənə hissələrini də sayın. Deməli, dayaq, hərəkətli dodaq, hərəkətsiz dodaq, dayaq çatısı, daha doğrusu, link, dəstək. Aha, gəlsin Asel müəllimə, məngənə hissələrini saysın.
Demək, hərəkətli dodaq, hərəkətsiz dodaq, dayaq çatısı, link, dəstək. Aha, Asiya müəllimə, sağanan formalarında sayın. Hələ mən deyim. Yerdən danışma olmaz. Sağanalar 4 formada olur. Prizmalı, künclü, figurlu, bir də eşsiz, Bəli, bir də deyib biri qaldı. dairəvi, Aha, prizmalı, künclü, figurlu. Bəli, 4 düz. dənədir. bəli, düzdür. Gəlsin növbə. Bir də Asiya müəllimə bir dənə sual verdim. Deməli, düzəltmək üçün hansı avadanlıqlar lazımdır bizə? Hə, demək ki, şeydə düzəldilmə, metanın düzəldilməsi, çəkic idi, taxta çəkic, plastik və ya taxta çəkic. Artıq taxta lazım idi. Bir də detal idi ki, o da qabarıq hissə üstü olmalı idi. Aha. Deməli belə. Növbədə Elnura müəllimə düzəltmənin keyfiyyətini nə ilə yoxlayırıq? Düzəltmənin keyfiyyətini deməli şablonla. Şablon da Yox, müəllimə, düzəltmənin. xəttkeşin tili ilə. Aha, 3 dənə idi. Düşən işlemi xəttkeş deməli sızan xəttkeşin ara hissəsindən sızmağından bilinir ki, yəni burada əyrilik var, yoxsa yoxdur. Belə. Yaxşı. Düzəltmənin keyfiyyətini yoxlamaq üçün bizə lazımdır xəttkeş, düzəltmə lövhəsi və məftil. Bu 3 dənə söz düşəcək. Yaxşı, qatlama tikişini bir gündə belə bir təşkil edəcəm, ancaq ardıcıllıqlarla bağlı və bir gündə olacaq sırf təhlükəsizlik qaydası. Deməli, buna görə də gələk bir pərçəmin başlıqlarından danışaq Elnura müəllimə. Pərçimin başlıqları deməli gizli, yarım gizli, yarım girdə, yastı. Gəldik Atəz müəllimə. Deməli, elektrik enerjisi mənbələri hansılardır? Galvanik element bateriyası, akkumulyator, generator. Aha, bəli. Deməli, ardıcıl hissə olaraq deməli sadə elektrik dövrəsinin hissələrini deyə görək. Sadə elektrik dövrəsinin hissəsi cəryan mənbəyidir. Gözləmə lampası açar, bir də naqil. Aha, gəlsin növbədə Zülfiyə müəllimə desin görək. Elektrik sxemləri neçə cürdür və hansılardır? Elektrik xəmlər iki cürdür. Prinsipial və montajlı. Bir-birinə nəyinə görə fərqlənirdi müəllimə? Birləşmə prinsipləri isə prinsipial idi, montajlarda yığılması idi. Aha, düzdür. Yaxşı. Aha, deməli belə. Gəldik əsas. Məqamə çıxdım. Yaxşı. Aha, yaxşı. Sitarə müəllimə gəlsin. Sitarə müəllimə, biz deməli əllə tikiş tikmə zamanı müəyyən bizə avadanlıqlar lazımdır. Bunlar hansılar idi? Sitarə müəllimə yoxdur. Deyil. İradə müəllimə siz deyil. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Bizə əvvəlcə masa lazım idi. Sonra alət və tərtibatlar idi. Santimetrli lent idi, sancaq idi. Sonra ülgü idi. Sancaq, sonra tabaşı bunlar. Aha. Yaxşı. Deməli, burada 3 dənə uyğunlaşdırma var. Onu eləyin görək İradə müəllimə. Deməli, ölgünün köçürülməsi, ölgü xəttlərinin köçürülməsi, eyni zamanda ölgünün kəsib çıxarılması. Ülgünü kəsib çıxarmaq qayçı, kağız üçün qayçı idi. Sonra ülgünü köçürmək üçün çarx idi. Kiçik çarx. Ölgünün köçürülməsi. Ölgü xəttləri, bəli. Bəs ölgünün köçürülməsi? Ülgünün köçürülməsi də ülgünün köçürülməsi kiçik çarx yox, ayrıca. Şəffaf. Mən deyim. Buyurun. Bəli. Şəffaf kağız. Bəli, düzdür. İndi soruşuram ki, ütülər, İradə müəllimə, ütülər işləmə üsuluna görə fərqlənir bir-birindən. Nə idi o? Gücünə görə idi işləmə. İşləmə üsulu. Ütü nətər işləyir?
Ütülər işləmə üsuluna görə. Ütü nə cür işləyir? Nədən işləyir ütü? Bilirsən? Elektrik, buxar, bir də bu elektrik buxar. Bəli, düzdür. Bəli. Ütü Bundan 5 kiloqram çəkir. Rəqsanə müəllimə. Ütülər bir-birindən nəyinə görə fərqlənir? Çəkilərinə görə 1 kiloqramdan 5 kiloqrama görə, ölçülərinə və işləmə prinsiplərinə görə. Və gücünə görə. Deməli, deyirik ki, gözlə məmulat arasındakı məsafə nə qədər olur? Emal olunacaq məmulatla göz arasındakı məsafə. Eyni zamanda deyə bilərikmi ki, nəm istəyirəm o zaman gözlə məmulat arasında məsafə 3 dənə uyğunlaşdırma və imtahanda düşə bilər. Nəm emalla desə 35-dir. Parça ilə deyəndə 30 sm. Bir də nə dediniz? Emal olunacaq məmulatla göz arasında məsafə emal. Emal olunacaqmı? Əgər emal var idisə, mən demişdim ki, paltar tikən maşında, ya demir sizə tikiş maşında hansı iş. Sadəcə deyir ki, emal sözü. Orada emal sözü deyir. 30-40 sm olmalı. Düzdür. Gəldik. Stara müəllimə gəldiniz. Yaxşı, Stara müəllimə, sizə sual verim ki, deməli, ütüləmə zamanı bizə nə lazımdır? Ütüləmə lövhəsi və ütü. Bəli, düzdür. Yaxşı. Ütünü xüsusiyyətliyinin üzərinə qoymaq və onu xüsusiyyətliyinin üzərinə qoymaq. Ütünü deyirsə iş zamanıdır, onu deyirsə işdən sonradır. Bəli, düzdür. Gəlsin Əfroz müəllimə. Tutqacın hazırlama ardıcılığı deyin. Hərçənd deyirəm ardıcılığı deməyəcəm, ayrı vaxt saxlayacağam, amma ürəyim dözmür. Eskizin hazırlanması, eskizin qurulması, şablonun hazırlanması bitmə. Yaxşı. Buradan o tərəfə hamısı Əfroz müəllimə. Əfroz müəllimə, görünən üsulla birləşmə hansılardır? Görünənlə kroşdeyn, metal asma dayaq, görünməyəndə daxili mit. Yaxşı. Gəlsin növbədəki başa qayıtdıq. Mehri müəllimə. Mehri müəllimə, siqnalizator haqqında məlumat verin. Deməli, müəllimə, siqnalizator elə bir nə idi? O sağ altıdır müəllimə. Sağ altında siqnalizasiya cihazıdır. Bəli. Kabel 5-7 sm ölçüdə. Deməli belə. Sonra gəldik, bərkitçi vasitələrimiz də deyim müəllimə. Mehri müəllimə, bərkitçi vasitələrimiz hansılardır? Bərkitçi vasitələr müəllimə, görünən və görünməyən, orada nə idi? Adi dubel, mismar dubeli, sonra ankerlər var, sonra montaj şuruplar var, sonra nə idi orada? Adi dubel, mismar şurupları, montaj şurupları. Əslində, montaj şurupları. Özünü yiyib kəsən şuruplar. Özünə yiyib kəsən şuruplar. Leyla müəllimə, denən görün mənə üstdən qoyma kilidin hissələrini əzbər. Üstdən qoyulma kilit, halqa, dil, kilidləmə tamasası, bərkici lövhə, silindrin mexanizmi, siyirmə rəzə. Siyirmə rəzə. Gəlsin, bir də yaxşı, taxma kildə deyin. Taxma kilit. Burada da kilidləmə tamasası, bərkici lövhə gövdə 3 dənə. Günəş müəllimə. Taxma kilidin hissələrini sayaq. Taxma kilidin hissələri kilidləmə tamasası idi, gövdə idi, bir də bərkici lövhə idi. Bəs üstdən qoyma? Üstdən qoyma da deməli gövdə idi, sonra halqa idi, siyirmə idi, dilci idi, bərkitmə lövhəsi idi. Kilidləmə tamasası. Kilidləmə tamasası. Növbədəki müəllim gəlsin, İlqara müəllimə. Asma kilidin elementi var, bir də quruluşu var. Açar sözlərlə de baxaq. Asma kilidin müəllimə elementləri 3 dənə idi. Gövdə, gizlik mexanizmi, qövs. 2 cür, 1 q. Bəs quruluşu? Quruluş. Qövsün bağlanma mexanizmi, gövdə, silindrik mexanizmi, bir də açar. Deməli belə. Sizə ki, sual Zəhra müəllimə gəlsin desin görüm, kilidləri fərqləndirən hissə hansıdır? Eyni hissəsi hansıdır?
Deməli, hər bir kini gövdədən silindirik mexanizmində və onun təkrar olunmasından ibarətdir. Sonra nədir? Hər fərqləndirən isə öz gizli mexanizmi və onun quraşdırma üsulları. Aha, bir də deməli fərqləndirən düz demisiniz. Bir də eynisini deyin zəhmət olmasa. Eynisi gövdədən, siyirmədən, məxfilik mexanizmindən və təkrar olunmazlığından. Bəli. Aha, yaxşı. Sonra deməli deyək görək qapının taxma kilidlərdə qapıda önə çıxan hissələr hansılardır? Dekorativ panel idi, açar yuvası idi, bir də dəstək idi. Aha. Bəli. Gəlsin növbədəki Kamilə müəllimə. Kamilə müəllimə, asma kilidin əsasını və əsas hissəsini nə təşkil edir? Əsasını gövdə, əsas hissəsi isə məxfilik mexanizmidir. Aha. Yaxşı, qapının icazəsiz açılmasını rolunu oynayır. İcazəsiz açılmasına qoymursa? İcazəsiz varsa burada məxfilik mexanizmidir. Bəs qoruma rolu varsa? Gövdə. Bəli, əla. Gələk, deməli, hissələr olaraq kim gəlir növbədəki? Hə, Aysel müəllimə. Desin Aysel müəllimə mənə ki, birlikli su qarışdırıcı kran hissəsi. Birlikli demək gövdə, dəstək gövdə, su təsbit edici pərçim, keramik karti, iç əylən su borusu, bir dənə qaldı. Su şınat müzdədir. Bəli. Ventilli su qarışdırıcı kran hissəsi 3 hissədən ibarətdir. Demək gövdə ventil başlığından, bir də dəstəkdən. Bir də su axan borudan. Dəstək yoxdur. Su axan boru, hə. Bəli. Gəlsin Elnura müəllimə desin görə ventil başlığının quruluşu. Ventil başlığı deməli kran başlığıdır. 2 şaybadır, 2 ara qatıdır. Şpindeldir, kipgəzdir, gövdədir. Sonra vintdir. Sonra 11 dənə quruluşu var. 2, 4. Ara qatım dedim, hamısını dedim. Bir də qapaq. Şayba. Yaxşı. Qapaq. Hər şayban demişdim, qapaq. Aha. Ventilli su qarışdırıcı kran hissəsi nədir bəs müəllimə? Ventilli 3 dənədir, gövdədir, ventil başlıqlardır, bir də su axan borudur. Aytaz müəllimə gəlsin. Ventil başlığının quruluşundan məlumat verin. Ventil başlığının quruluşunda hissələrin sayında kran başlığı idi, şpindel idi, qapaq var idi, 2 dənə şayba var idi, 2 dənə şayba var idi, ara qaz var idi, vint var idi. Şübhəkəş bir gövdə. Bəli, düzdür. Yaxşı, bir dənə də sual verirsə ki, ağacları hansı fəsildə əkirdilər? Yaz, payız. Aha. Demək, alma haqqında cədvəldən almadan məlumat verin. Alma mənfi 1-dən müsbət 4-ə kimidir. 90-95, 360. Bəli, çiçək kimi. 33 saat. Əla, 30, 360. Super. Gəlsin, Təranə müəllimə. Danışaq görək. Aha, danışaq görək armuddan. Nədən? Armud. Armud? Aha. Armudun nəyindən müəllimə? Arası məsafəsindən. Armud mənfi 2, ay müəllimə, bir ləbə mənfi 2, mənfi 0, 90-95%, 15-210. Aha, meyvələri uzun müddət saxlamaq üçün hansı qaydalar əməl etmək lazımdır? Onu deməli uzun müddət saxlamaq üçün duzlu suda, soyuducuda, bir də gliserinli əysi ilə silmək lazım. Bəli. Danışaq armuddan. Armud mənfi 2-0 dərəcədə, 60-90% temperaturda, rütubətdə, yəni 20-210 gün saxlanılmalıdır. Bəli. Yaxşı. Deməli, ağac kəsən dəzgahın hissəsində sayın.
şalban gətirən vallar, kəsdi çərçivə istiqamətləndiricisi, mişar. Bəli. Gəlsin növbədəki Rəqsanə müəllimə. Mişar materiallar deməli deyirik ki, meşə materiallarının diametri nə ilə ölçürük? Meşə materialların diametrini metrə, ölçmə çəngəli, birini yaddan çıxartdım. Birini unuttum. Üçüncünü unuttum mən. Aha, dəmir bənd, ölçmə çəngəli, bir də metrə. Aha, şalbanın uzunluğunu da deyin görək. Şalbanın uzunluğunu ölçmə alətlərini yenə sayım mən. Deməli, burada var idi, bir dəqiqə, yenə ölçmə, daha doğrusu metrə, ölçmə reykası ilə başlayırdı, bir də rulet. Əfruz müəllimə, bir üçün dəstəklərdən danışın. Ümumiyyətlə, sildir və konu şəkil detallardan hansı dəstəklər əldə olunurdu? Bel üçün, stul ayağı, kartofacaq, iskelet üçün dəstək. Aha, çəkicin hissəsi. Çəkicin dəstək başlıq. Otaq bitkiləri üçün üst detallı altlıq. Şar, şurup, ayaq, reyka. Altlıq, reyka. Bəli. Reyka, şurubu da mismarla əvəz edərdik. Əla. Gəlsin növbədə İradə müəllimə. Bucaqlığın yığma çertyojunda olan görünüşlər. Burada əsas görünüş idi. Əsas görünüş, yandan görünüş. Əsas görünüş, yandan görünüş, spesifikasiya, bir də əsas yazı. Bəli, düzdür. Burada hansı görünüşlər kifayət edirdi? Hansı iki dənə görünüş kifayət edirdi dedik? Hə, bir görünüş var deyə orada. Əsas Aha, düz deyirsiniz də, düz deyirsiniz. Əsas görünüş idi, məndə bir də soldan görünüş idi. Söv, mən belləməsəm yaxşı deyə bilmirsiniz. Əla, super. Yaxşı, gəldi. Aha, deməli, kimdir növbədə olan? İlqarə müəllimə. Oradan keçdin orasan. İlqarə müəllimə, gəl görək. Hə, deyirik ki, bu yığma çertyojunun oxunması zamanı hansı ardıcılığa riayət edirdik, hansı nələr idi? Yığma çertyojunun. Yığma çertyojunun oxunması zamanı əsasən birinci məzmun. Məzmun, adı, material, yox, məzmun, ad, miqyas, iç prinsip, bir də təyinatı. Təyinatı. Çiçək kimi, niyə özü çaşdırırsan? Yaxşı. Deməli, gəlsin növbədə olan ki, Mehri müəllimə. Mehri müəllimə, hissə olaraq əl alətlərlə silindrik detalın hazırlanma ardıcılığını deyin. Deməli, əvvəlcə tirciklər götürülür, sonra onun baş tərəf, o deyil müəllimə. Tircik kəsilir, tircikdən sonra baş tərəfindən nişanlanır, nişanlanandan sonra rəndə ilə yonulur, əvvəlcə 8 tərəfli, sonra isə 16 üzlü, əvvəlcə 8 üzlü, sonra isə 16 üzlü nişanlanır, 8 üzlü yonulur, sonra 16 üzlü yonulur, sonra törpü ilə emal və fundata kağızı ilə cilalanır. Onu deyirsiniz müəllimə? Bəli. Aha. Yaxşı. Öyrənmirsən. Yaxşı, çiçək kimi. Aha, yaxşı. Detalların diametrini nə vasitəsilə ölçüb, nə ilə hesablayırıq? Detalların diametrini krom pərgardır, bir də xətkeşlə də hesablayırıq. Onu deyirsiniz? Aha. Leyla müəllimə, denən görə rənglənmiş sətin kəsiyində ardıcıllıq. Boya, bütöv su var, astar, yerli su var. Aha, düzdür. Deməli, bir də deyin görüm əl alətlərlə silindrik detalın hazırlama ardıcılığını. Müəllimə dediyi də mişarlama, nişanlama, 800'lü, 1600'lü törpü ilə emal sumbata kağıdı. Bəli, düzdür. Gəlsin növbədə Günəş müəllimə. Deyin görüm, çengəl veştaqın əsas hissəsi. Deməli, çengəl bıçqısının əsas hissəsi. Tərpənməz çərçivə idi, dəstək idi, bir də bıçqı. Bıçqı lövhəsi, bəli.
Bəli. Deməli, mişarlama zamanı bunu hansı hissədən kəsməyimiz lazımdır? Metalı. Ensiz sətindən. Bəli, bəli. Yaxşı, belə. Sizə çox incitməyək. Gəlsin Zəhra müəllimə. Zəhra müəllimə, deyək görək çəngəl əlbutkısının ümumi hissələri hansılardır? 7 hissədən ibarət idi. Çərpmə, tərpənməz başlıq, qulaqlı qayqa idi, şkif idi, çərçivə dedim, şkif, sonra dəstək, zolaq, qarşıladım. 7 hissə idi. Bir də istəyirsiniz bir də sayın. Şkiflər, sonra qulaqlı qayqa idi, dəstək, biçki lövhəsi, sonra tərpənməz başlıq, qulaqlı qayqa, çərçivə, hərəkətli başlıq. Yaxşı, bir dənə də sual verim sizə ki, deməli, mexaniki bıçqının hissəsini sayın. 3 demişdim, aydın açar sözlərlə deyin baxın. Mexaniki. 3 tək söz. Özü, masa, xortum, elektrik, mühərriki, bir də bıçqı lövhəsi idi. Bir də? Hamısını demədim, 6. Bir dənəsi qaldı, bir də maşın məncəsi. Kəndə müəllimə, təkrar deyin, zəhmət olmasa. Hər ikisi. Özü, masa, xortum, elektrik mühərriki, bıçqı lövhəsi, maşın məncənəsi. Bu elektrik bıçqısının idi. O birisi mexanik əl bıçqısının hissəsi tərpənməz başlıq, hərəkətli başlıq, çərçivə, bıçqı, qulaqlı qayqa, şkiflər və dəstək. Bəli, düzdür. Çiçək kimi. Gəlsin, növbədə olan müəllim gəlsin. Kim? Növbədə olan kim idi? Aysel müəllimə. Aysel müəllimə, deyək görək, deməli, en kəsin formasına görə y'lər hansı formada olur? Demək, dairəvi, rom şəkilli, bıçaq şəkilli, altı formada olmalıydı. Dairəvi, rom şəkilli, bıçaq şəkilli, düzdür. Sonra nə qaldı? Bıçaq qaldı, bıçaq. Bunlar yadında qalır. Bəli, yastığı, yarım dairə, bir də bıçaq qaldı. Bıçaq şəkilli. Yarım dairəvi. Bəli, kərtikləri bəs növünə görə? Kərtiklərin növünə görə bir qat, iki qat törpülü. Gəlsin növbədə olan müəllim. Elnura müəllimədir. Bir dənə üzrümü sayın. Bir dənə sual dəstən kənar. Mənim sizin soyadlarınız dəyişibdə ailə qurandan sonra. O qeydiyyatdan keçir. Aha, gəldi Elnura müəllimə. Yeylimi üsullarına danışın, 4 dənə. Yeylimi üsuluna danışın. Yeyleme üsullarına görə nömrələrini deyirsiz müəllimə? Yox, yeyleme üsulu. 1-dən 0-dan 5-ə. Yeyleme üsulu. Bir qat, iki qat törpülü. Yeyleme üsulu. Yeyleme, yeyləyirsən. Müəllimə deyim mən. Yox, yerdən danışmayın zəhmət olmasa. Elnura müəllimə, fikirləş özün. Üsulları. Müəllimə, adına bax, yeyleme üsulu. Aysel müəllimə, səsi bağlayın. Eşitmədim sonra. Yeyleme üsulu nə edir? Aytaç müəllimə deyil. Aytaç müəllimə desin. Enlinə, uzunluğuna çarpaz belə dairəvi. Aha. Bəli, düzdür. Yaxşı. Elnura müəllimə, deyin görün mənə, bu 4-ündən məlumat verin ümumən. Enlinə deməli böyük qatları götürmək üçün istifadə olunur. Uzunluğa düz xəttlik yaratmaq üçün. Çərpaz deməli burada soldan sağdan sola, sonra dayanır enlinə, sonra soldan sağa çəpinə xəttlər. Soldan sağa en, sağ bir də sola. Dairədə son hamarlamış. Ağım qaldı o törpülərdə, ona görə mən xatırlayamadım. Eybi yox. O ştancer pərcanın hissələrini zəhmət olmasa, Aytaç müəllimə.
Ön cəpərgah hissələri xarici yuxarı hərəkətsiz dodaq, aşağı hərəkətsiz dodaq, yuxarı hərəkətli dodaq, aşağı hərəkətli dodaq, tank, noninos var idi. Bu da neydi? Dərinliyi ölçən. Bu da dərinliyi ölçən. Aytəc müəllimə, deyin görün mənə mexaniki bıçqın hissəsini sayın. Mexaniki bıçqın hissəsi özü, masa, hortum, maşın məngənəsi, elektrik mühərrik. Bəli. Deməli, gəldik danışaq sizinlə rəqs Təranə müəllimə. Lobzikin ardıcılığını deyə bilərsinizmi? Lobzik figurun kəsmə platformaya malik idi. Sonra onun deməli kiçik mişar sürüngəçdə bərkidilirdi. İlkin olaraq irəli-geri hərəkət edirdi. Daha sonra kiçik mişar sürüngəcə bərkidilirdi. Daha sonra nə olurdu? Bilmədiniz? Yaxşı. Kim demək istəyir ardıcılığı? Mənim. Deyil. Ondan sonra aşağı ox boyunca da bir rəqs hərəkət verilirdi də. Aha. Nə zaman kəsirdi, nə zaman kəsmirdi? Geriyə, irəli hərəkətdə kəsirdi, geri hərəkətdə isə boşuna gedirdi. Yəni yuxarı və aşağı hissə olmur. Aha. Səhvdir, deyilmi? Bunun ardıcılığını yaxşı kim gətirə bilər? Deyim mən. Elektrik lobzikini. Aha. Deyim mən. Denə. Elektrik lobzikinin işlənmə prinsipi fırlanma hərəkətinə gətirilir, fırlanma hərəkətinə əsaslanır. Daha sonra reduktorun hərəkətini irəli-geri qaytarma hərəkətinə çeviririk və sürüngəcə bərkidilir, sürüngəcə hərəkətinə çevrilir. İşlək lövhə kiçik mişarda bərkidilir. Kəsməni tezləşdirmək üçün ona irəli-geri hərəkətdən də əlavə rəqsi hərəkətlər verilir. Aşağı düşdüyündə mişar aşağı düşdüyündə kəsmir, yuxarı qalxdığında isə kəsir. Aha, yaxşı. Əla. Gəlsin növbədə olan deməli kim idi? Sarı müəllimə qaldı ortada. Sarı müəllimə revers nə olur? Mühərrikin geriyə hərəkətinə imkan verən mexanizm. Elektrik dövrəsinin də olan şərti işarələri kimi 23-də 24-də də imtahanda düşür. Danışın. Deyilmə. Bəs. 5-ci sinifdə olan deyirsiniz. Yox, 6-cı sinifdə də var idi. 5-də də var amma əslində 6-da da vardı. Bundan deyir deməli elektrik dövrəsinin şərti işarələr var idi. Yəni çarpaz olan lampadır, olar bilirsiniz. Aha. Çarpaz olan lampadır, mənfi müsbət cəryan mənbəyidir. Sonra bir xətt naqildir. Ortasında nöqtə varsa naqillərin birləşməsidir. Perpendikulyardirsə naqillərin kəsişməsidir. Sonra ox çölədicə elektrik çəngəldir, ox içəridirsə işləpsiz rozetkasıdır. Əfsus müəllimə, gəlin görək. Sadə elektrik dövrəsinin sxemi. Sadə elektrik dövrəsinin sxemində nələr var? Mən onu demişdim. Bir yenə də deyin görək. Çevirici açar, közərmə lampası, cəryan mənbəyi, bir də bateriya var idi. İki qat bateriyadır. Lehmləmə, bəli, 2 ədəd elektrik bateriyası. Yaxşı deyin görək lehmləmə aləti. Lehmləmə aləti, lehmləmə yaratmaq tutulmuşdur. Bəli, lehmləmə aləti hissələri. Bəli. Hissələrini sayın. Aha, yaxşı. Elektrik səngəli, şunur, dəstək, gövdə, dəlik, vint, iynə, qızdırıcı. Aha, yaxşı. Keçdik. İlqarə müəllimə bayaq deyirdi. İlqarə müəllimə. Yaxşı, əlavə kimə mən sual vermirəmsə, burada görünməyən müəllimlər var. Onlar da deyər ki, sual verməmişəm ona. Yaxşı olsun. İlqarə müəllimə, lehmləmə aləti hissəsini deyin görüm. Lehmləmə aləti müəllimə.
Burada elektrik çəngəlidir, şnur var idi, dəstək, gövdə, dəliklər, vint, bir də iynə. Qızdırıcıdır. Bəli. Yaxşı, deməli, get buradan. Yaxşı dedik belə. Gəldi kimin növbəsi idi? İradə müəllimə siz idiniz. Elektrik açıcı maşının hissələri sayın. Elektrik gövdə idi, elektrik mühərriki idi, ət qəbul edicisi, ət qəbul üzərindəki ət qəbul edicisi, ət qəbul edicisinin üzərindəki Bəli, ət qəbul edici nov idi. Yaxşı. Nov idi, bıçaq idi, bıçaq hər ikisində var idi. Sonra tor idi, metal tor idi, bir də şinek, etibarı şinek idi. Şinekli var idi, bəli. Belə, yaxşı. Sonra keçdik. Deməli, bunlardan fərqli olaraq deməli, mexanikdə hansı hissə var idi, elektrikdə yox idi? Dəstək müəllim. Aha. Gəlsin növbədə olan Mənzərə müəllimə. Mənzərə müəllimə sual-cavabda iştirak edəcəksiniz. Filan müəllimə çıxdı. Onun növbə gəlib çıxmadı. Yəni, yaxşı başlayaq onda. Mehri müəllimə desin görək, əl qəhvə üdənin quruluşunda olan sxemdə nələr var idi? Sxemi orada var idi. Daşlardı da müəllimə. Aha. Sonra nə idi? Dəstəkdir. Sonra bir də bıçağın şəkli var elə. Bəli. Deməli deyirdik ki, dəstəkdir, gövdədən ibarətdir. Eyni zamanda dəyirman daşlarından və elektrik və deməli bir dəqiqə bir də vintdən ibarətdir, vintdən. Yaxşı. Bəli. Hissələrə baxırıq. İndi gəlmişik, deməli südlü kimin növbəsi? Leyla müəllimə. Südlü deyil, sıyığının hazırlanmasında nələrdən istifadə olunacaq? Süddən istifadə olur, onun ardıcılığını deyirəm. Nələr istifadə olunur burada cədvəldə? Cədvəldə var 3 stəkan südə, 1 stəkan düyüdür, bir də duzdur. Birinin hazırlanmasında resurslar deyin. Birinin hazırlanmasında 500 ml süd, sonra 500 ml süddür. 1 çimdik duzdur, 1 çay qaşığı qabartma tozudur, sonra 2 yumurtadır, 2 xörək qaşığı duru yağdır, bit yağı yəni. 3 xörək qaşığı da şəkər tozudur və s. 1 stəkan yağın da undur əsas məsələmiz. Bəs qabartma tozu 1 çay qaşığı? 1 çay qaşığı dedim, 1 çimdik də duzuydu. 1 çay qaşığı olur, yoxsa 1 paçka olur? Çay qaşığıdan arla burada. Bəli, paçka olsa səhv olacaq ya sənin üçün. Gəldi. Günəş müəllimə gəlsin. Günəş müəllimə, sayıram, siz deyin görək hansı tərəvəzlərə aiddir? Pomidor, badımcan, şirin bibər. Ay, quş üzümü fəsləsi. Bəli. Noxud, lobya, paxla, yer fındığı. Paxlalıları. Bəli. Bəli, şalğama oxşar soğandır, sarımsaqdır, kəvərdir. Bu soğanaqlılar idi. Bəli. Gəlsin. Bir dənə sizə sual verəcək hissələrdən. Yaxşı, tərəvəzlərin doğranması formaları var. Hansı formada doğranırdı? Deməli, tirci idi, kubuydu, halqa idi, dilim idi, sonra yarım halqa idi deyəsən. Sonra saman çöpləri var idi. Sonra nə qaldı? Aha, kvadrat var idi, dairə var idi. Hə. Bəli. Yaxşı, belə keçdik. Deməli, paltar tikiş maşınının hissələrini kim saya bilər? 16 dənə hissədir. Kim saymaq istəyir? Aha. Yaxşı. Deməli, deyək görək, tikişin surəti nədən asılıdır?